Salam, necəsiz? Sizi bir yeni videomdan salamlayıram. Ayrı-ayrı bir vloglardır, videolarda çəkilib. Dedim bir hədləyim sizlərlə bir video alınsın. Bu ad günümdən olan hədiyyələrimdir. Sağ olsun əmim qızı pay almışdı. 2 ədəd əl üz dəsmalı, bir də can dəsmalı. Payı çox olsun, qazancı artıq olsun. Çox xoşuma gəldi. Yəni rəngləri də xoşuma gəldi. Mən sevirəm belə bardov rəng, yəni dəsmalların rəngini çox xoşuma gəldi, bəyəndim. Bu isə açıq salatov rəngində can dəsmalıdır. Yaxşıdır, qəşəngdir, böyükdür. Mən bəyəndim, sağ olsun. Yenə deyirəm, buradan minnətdarlığımı bildirirəm. Belə, yəni bu ad günümdən olan hədiyyələrimdir. Bir də Temudan, yəni özümə bir-iki şey vurmuşam. Onları çəkib paylaşmaq istədim sizlərlə. Çünki dediyim kimi burada bir neçə yəni alış-veriş videolarıdır. Sonra isə yəni ev vlogu çəkəcəm. Qısa da olsa istədim, yəni çəkim sizlərlə paylaşım. Həm də neçə gündür vlog paylaşa bilmirəm. Dedim çəkim, bir vloqum olsun, bir video olsun. Çünki video az olanda YouTube-da, yəni belə deyim, onda bəyənmə sayı, abunə sayı az olur. Hər birinizin dəstəyinizə ehtiyacım var qızlar. Mənə dəstək olun. Yəni həm baxış saatımı, həm də abunə saatımı yəni doldurum. Siz mənə dəstək olanda mən də həvəslənirəm. Temudan belə bir alyans vurmuşdum. Yəni bir neçə gündə vurmuşam. Yəni taxıram, indi səsi yazdırıram. İndi sizlərlə yəni indi halında taxmışam, istifadə etmişəm. Çox gözəl, çox keyfiyyətli, yaxşı gəldi qızlar. Yəni qaralmır, paslanmaz polad vurmuşam. Qaralmır, neçə gündə əlimdədir. Yəni əlimi də yuyanda sabunla da yuyuram, şampunla da. Yəni belə deyim, yəni əlimdə olur, heç vaxt qaralması, rəngi itməsi olmur. Biri qalın gəlmişdi, biri nazik. Yəni özüm elə vurmuşdum. Paslanmaz polad, xuping bunlar heç bir vaxt qaralmır. Yəni müəyyən bir vaxta qədər qaralmır, belə deyim. Belə bir şalvar vurmuşam. Çox gözəl gəldi. Heç gözləmirdim. Çünki əlim ürəyimin üstündə qalmışdı ki, yəni birinci dəfədir ki, mən cins şalvar vururam, amma çox yaxşı gəldi. Demək olar ki, qızlar, mən bu qədər Temudan mal vurmuşam 2 dəfə. Yəni bir xalçamda, bir donumda. Donum da dar olduğu üçün qaytarmışam, amma yəni elə bir problemi yox idi. Amma xalça düzdür, nazik idi. Şalvarın biraz ayağı uzundur, amma yəni ona çarə var da, belə deyim, kəsdirəcəm. Bunu isə buradan almışdım, Podium Parkdan. Bizə Podium Park yaxın olduğu üçün, Xırdalanda olduğu üçün, yəni endirimlərdən istifadə edib yararlanıram. Belə bir şalvar vurmuşdu, almışdım. Bu üstümdədir, yəni razmerindədir. Buna ehtiyac deyil ayağını kəsdirmək və yaxud da yığdırmaq. Amma biraz Temudan vurduğumun, dediyim kimi, ayağını yəni kəsdirəcəm, çünki uzundur. Əslində uzun boylu xanımlarımıza daha gözəl olar, amma yəni mənim boyum alçaq olduğu üçün kəsdirəcəm. Belə qızlar, xalçaları döşədim. Yəni havalar soyudu deyən, dedim uşaqların ayağı isti olsun. Bizim uşaqlar evdə şəbit geyinmədikləri üçün məcburam ki, tez döşədim. Deyərsiniz ki, tezdir, amma havalar çox soyuqdur qızlar. Soyuq keçir bu aralar. Düz məhəllə evi həmişə soyuq olur, bildiyimiz kimi, zdaniyyatın isti olduğuna baxmayaraq, amma məhəllə evləri tez soyuyur. Ona görə xalçaları saldım. Dedim ayaqları qoy isti olsun. Yəni mən də rahat olum ki, ayaqların altında qalın nəsə var. Belə yəni düzdür.
sindifon yorğanı çıxartmışam. Deyərsiniz ki, hələ tezdir, amma bu aralar soyuq olanda çox soyuq oldu deyən istifadə yəni çıxartdım, istifadə etdim. Amma yəni puxov adyallardır, qalın yəni bir şeyləri hələ çıxartmamışam. Hələ ki yay adyallarımızdayıq. Belə qızlar, bizim evimiz təmirsizdir. İnşallah təmirli vaxtını da çəkərəm. Allah hər birimizə qismət eləsin. Təmirsiz də olsa öz evimizdir. Allah hər olmayanlara da qismət eləsin. Çünki mən yəni kirələrdə olmuşam, əziyyət çəkmişəm, bilirəm o kirənin belə deyim dadını da. Amma şükür bu günə ki öz evimizdir. Təmirsiz də olsa inşallah təmir eləyərik. Belə qızlar, baş hissəyə koridorun baş hissəsidir. Ora qaz peçini qoymuşuq. Bir də paltar yuyanı, sağlıq olsun, paltar yuyanının üstünə şkaf yığdırıb paltar yuyanı salacağam şkafın içərisinə. Bu isə uşaqların otağıdır. Dediyim kimi uşaqların da hələ qalın yəni adyallarını çıxartmamışam. Baxacam hava yəni çox soyuq olsa, üzümüzə gələn həftə çıxardacağam. Əgər soyuq olmasa, hələ bir müddət yəni belə keçinərik. Amma yəni baxdım ki, hava çox soyuyur. İnşallah yəqin ki düzələr, belə getməz. Hələ ki hava soyuqdur. Ona görə yəni döşəmələri, xalçalar döşədim ki, qoy ayağımız isti olsun. Belə qızlar, bizim bir otağımızda boş bir otaqdır. İnşallah təmirdən sonra bu otağı qonaq otağı edəcəm. Çünki qonağa yataq otağı deyim belə. Burada heç nə yoxdur. Bir yük yığmışam, bir də ütü masasını qoymuşam. Uşaqlar Allah qoysa buranı qonaq otağı edəndə bir spalnədə fikrimdir ki, bura alam, yəni sırf qonaq gələndə burada yatsın. Belə. Heç buranın pərdələri də deyirsiniz ki, uyğun gəlmir. Biz rayondakı evin pərdələridir. Çünki orada ev yəni pərdələr belə deyim, orada yəni aynanın üzərinə biləm idi, amma burada ev hündür olduğu üçün gödək gəldi. Bu isə mətbəxdir qızlar. Mətbəxin də yəni belə halındır. İnşallah bir video mətbəx turu çəkəcəm. Sırf dolabların içərisini addelli bir videoya çəkəcəm. Bir də Allah qoysa hamam otağını da çəkəcəm. Belə qızlar, mən bu qədər videom. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Sağ olun, Allah amanında qalın. Sizin yenə deyirəm, dəstəyinizə hər birinizin ehtiyacım var. Hər birinizdən o dəstəyi gözləyirəm qızlar.